Son günlər Avropanın bir sıra ölkələrində müşahidə edilən güclü qar fırtınaları hava şəraitinin kəskin dəyişdiyini göstərir. Oxşar proqnozlar regionumuz üçün də səsləndirilir. Rusiyada və Türkiyədə yaxın günlərdə dəhşətli soyuqların olacağı bildirilir. Hətta bir həftə sonra İstanbul da daxil olmaqla bir çox bölgədə qar ehtimalının yüksək olduğu bildirilir. Bu fonda Bakıda qarlı hava ilə bağlı hazırlıq xəbərləri diqqət çəkir. Ancaq bəzi mütəxəssislər paytaxtda bu il qarın olmayacağını iddia edir və bunu son aylarda müşahidə edilən mülayim hava ilə əlaqələndirirlər. Azərbaycanda da qar fırtınası gözlənilirmi? Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar qeyd edib ki, Azərbaycanın iqlimi çox zonalıdır və burada 9 müxtəlif iqlim tipi mövcuddur. Bakıda daxil olmaqla Xəzər sahili və düzənlik ərazilər mülayim yarımsəhra və subtropik iqlimə malikdir. Bu zonalarda qış adətən yumşaq keçir və güclü uzunmüddətli qar örtüyü iqlim normasında xarakterik deyil. Ancaq dağlıq və dağətəyi ərazilərdə qar ehtimalı həmişə yüksək olaraq qalır. Paralel olaraq qlobal iqlim dəyişiklikləri dünyanın bir çox yerlərində hava proseslərinin sabitliyini pozur. Havanın kəskin istiləşməsi və ya birdən-birə soyuqlaşması kimi ekstremal hadisələr indi daha sıx və daha gözlənilməz şəkildə baş verir. İqlim dəyişikliyi təkcə temperaturun artması deyil, həm də hava dövranının pozulması, atmosfer axınlarının istiqamətinin dəyişməsi və mövsümlərin qeyri-adi davranması deməkdir. Ona görə də əvvəllər nadir olan bəzi hava hadisələri indi müxtəlif regionlarda qəfil baş verə bilər. Avropada başlayan qar fəlakəti haqqında xəbərdarlıq Bakıya yaxınlaşır. Ekoloq qeyd edib ki, Azərbaycanda yaxın günlərdə temperatur mülayim qalacaq. Hazırda qar üçün tələb edilən soyuq hava kütlələri müşahidə olunmur. Yəni, qısa müddətdə Bakıda və digər düzənlik ərazilərdə güclü qar ehtimalı aşağıdır. Ancaq bu, ümumi mənzərəni dəyişmir. İqlim sistemində baş verən sürətli dəyişikliklər hava proqnozlaşdırılmasını da çətinləşdirir. Bəzi hallarda kəskin hava hadisələri gözlənilmədən baş verə bilər. Başqa tərəfdən, qlobal iqlim dəyişiklikləri proqnozlaşdırmanı çətinləşdirir. Konkret olmaq üçün mütləq rəsmi meteoroloji mənbələrin verdiyi məlumatlara əsaslanmaq lazımdır.